Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim. Bu gün sizlərə Ənvər Məmmədxanlının Qızıl Qönçələr əsərini təhlil təqdim edirəm. Möhtəşəm bir hekayədir. Hekayəmizin mövzusu isə demək insanlar arasında olan bərabərsizlik və həmin bərabərsizliyin gətirdiyi faciələrdən bəhs edir. Baxaq, sonra qədər izləyən eyni zamanda videomuzu bəyənib, paylaşıb, rəy yazmayı unutmayın. Təbii ki, abunə olmaq da öz yerində. Həmçinin deyim ki, bizim tam ödənişsiz WhatsApp qrupumuzdan faydalanmaq istəyən yoldaşlarımız 051 785 1520. Baxın yoldaş, bu nömrəni WhatsApp-na yazaraq sizin bizim tam ödənişsiz WhatsApp qrupumuzdan faydalana bilərsiniz. Keçək əsərimizin izahına. Deyək, qoca Firuz gün batanda evə qayıdır. Demək, biz burada əsərin başlamasını, bax, mütləq əsərin başlaması və bitməsinə diqqət olun. Bəzən buradan suallar düşür ki, qoca Firuz gün batanda evə qayıdır. Demək, gün olur ki, bazarda işi çox olur. Başı aşağı bütün gün işləyir, yük daşır. Bəzi günlər isə o böyük ambarlar yanında işsiz dayanır. Onu yük daşımağa çağıracaq bir səs gözləyir. Belə günlərdə o ağzına qədər dolu ambarların yanında boş bişar oturub qalır, kürəyini divara sökər, mürgülər. Demək olar ki, biz burada görürük ki, qoca Firuz həm bütün gün işlədiyi gündə olur, eyni zamanda elə gün olur ki, heç ümumiyyətlə işləmir, boş bikar oturur. Yəni bəzən sual düşə bilər ki, qoca Firuz hər gün işlərdi, xeyr, bəzən işlərdi, bəzən isə boş bekar oturub qalırdı. Axır zamanlar o hər axşam gün batan kimi bazardan çıxıb harasa tələsir, şəhər kənarındakı xalça karxanalarının birinin qabağında çatarkən ayaq saxlayır, çoxdan qurmuş bir çinə ağacına söykənib dayanır, gözləri karxana darvasına baxıb yol çəkir. Qoca fikrə gedir. Bu zaman o dincəlirdimi? Yox. İndi daha ağır bir yük gözlər. Birdən səs-küy onu xəyal aləminə aparır, ayırdı. Xəyal aləmindən ayırdı. Xalça karxanasının darvasından çıxıb dəstə-dəstə irili xırdalı uşaqlar içərisindən onun gözləri kimi isə axtarır. Budur. Axır iki qız qolları üstündə 7-8 yaşlarında arıq və solğun bir qızı qapağına çıxarır. Demək, kimsə hər hansı iki qız qolları üstündə 7-8 yaşlı bir qızı qolları üstündə çağırır. Demək, biz görürük ki, 7-8 yaşlarında arıq və solğun bir qızı qapıda ağzına çıxarır. Bu qoca hambalın nəvəsi Sürəyya. Demək, biz burada qoca Feyruzə eyni zamanda onun nəvəsi Sürəyyəni görürük ki, Sürəyya sən demək karxanada işləyir, xalça karxanasında çalışır və onu 2 nəfəri qız qolları üzərinə alıb qapının ağzına çıxarırlar. O hələ ayaq açıb yeriməyə başlamamış, rütubətli, qaranlıq bir zirzəmidə şikəst olmuş, ayaqlar hərəkətindən düşmüş. Demək, yoldaşlar, biz görürük ki, Sürəyyanın ayaqları işləmir, şikəstdir. Qocanın isə bu şikəst qızdan başqa dünyada heç kəsi yoxdur. Oğlu qazanc dalınca uzaqlara getdiyi gündə sanki daş olub quyuya düşdü, ondan heç bir xəbər gəlmir. Demək, övladından xəbər yoxdur, bir dənə olan nəvəsi Sürəyyədir. Gəlin isə ilk balası Sürəyyəni hələ süddən ayırmamış öldü. Demək, yazığın gəlini ölüb, demək, oğlu iş tacı gedib xəbər çıxmayıb, Sürəyyə də şikəst halda demək, xalça karxanasında işdir. Qoca yaxınlaşıb ehtiyatla nəvəsinin kürəyini alır və başı aşağı dinməz-söyləməz yoluna düşər. Baba, deyəsən bugün çox yorulmuşsan. Yox qızım, bugün bir iş görməmişəm. Qızcığaz o saat anlar ki, babasının cibində bugün də pul yoxdur. Səngəkçi dükanı qarşısında keçərkən qız səslənir. Baba, dayan səngək ağa. Qoca dayanır. Səngəkçi şagirdi bir neçə səngək büküb qocaya verir, sonra isə çit çadrasının ucuna düyünlədiyi bugünkü muzlunu 2 qranı çıxarıb şagirdə demək verir. Qoca Firuz tər basır. Demək, o bugün də balaca nəvəsinin muzlu ilə qazanmış bir parça çörəyə möhtacdır. Axşam demək, biz görürük ki, burada eyni zamanda Sürəyyə də işlər və ona da 2 qram pul verirlər. Diqqətli olacaq ha. Biz burada Sürəyyənin də işlədiyini görürük. Axşam yarı qaranlıq, rütubətli zirzəmdə onlar baba nəvə həsir üstünə salınmış, rəngi solğun süfrə başında otururardılar. Süfrə üzərində axşam yeməyi, bir səngək və bir parça pendirdən ibarət olurdu. Lakin əvəzində bu kasıb süfrə başında, bu qaran zirzəmdə babası balaca Sürəyyəyə hər giz nə qədər gözəl nağıllar söyləyərdi. Qızcığaz nəfəsini udar, babasını dinləyərdi. Səhərdə isə o babasının səsinə oyanardı. Qoca nəvəsini şirin yuxudan ayıldar, kürəyini alıb karxanaya gətirər, sonra özü isə iş üçün bazara yönələrdi. Bir ildən artıq idi ki, qız xalça karxanasında işləyirdi. Demək, biz burada Sürəyyənin bir ildən artıq idi ki, karxanada işlədiyini görürük. Hər səhər gün çıxanda karxana irili xırdalı, yüzlərlə oğlan və qız uşaqları dolurdu. Bir-iki ustadan və karxananın qoca nəqqaşından başqa 2 cərgə düzülmüş, 50-yə qədər böyük dəzgah qarşısında və hər tərəfdə işləyən yalnız kiçik yaşlı uşaqlar idi. Demək, biz burada 50-yə demək qədər böyük dəzgah qarşısında kiçik yaşlı uşaqların işlədiyini görürük.
Onlar 2-2, 3-3 və daha çox dəstələrlə bu dəzgah qarşısında əyləşib, axşama qədər xalça toxuyardılar. Səhərlər səssiz səmirsiz işləyən uşaqlar saatla gecdə yorğunluqlarını unutmaq, yorucu əməklərini yüngülləşdirmək üçün alçaq səslə bir mahnı oxumağa başlardı. Sürəya isə oxumazdı. Onu oxumağa nə səsi vardı, nə mahnısı. O yalnız işıqlı qonur gözlərini çaldığı ilmələri ayırmayaraq bütün diqqətini və səyini öz sənətinə canlandırma çalışırdı. Yəni o xalçada müəyyən bir naxışlar toxuyardı. Onun toxuduğu qönçələr bütün karxanada məşhur idi. Buna görə karxananın qoca nəqqaşı hazırladığı cürbəcür nəqqaşlar içərisində qızıl qönçələr olan nəqşləri həmişə bacı Sürəya üçün nəzərdə tutardı. Bu il solğun, qüssəli payızdan sonra şiddətli küləklərə soyuq qış gəldi. Qoca Firuzun rütubəti zirzəmisində isə hələ də buxarı yanmırdı, odun yoxdur, qırıb-qırı lampa neft güclə çatırdı. Qoca Sürəyyanın gecədə titrədiyini görür, səhərə qədər gözünə yuxu getmirdi. Bu gün o, Sürəyya karxana açılmamış qaranlıq ikən gətirib qapı ağzına qoymuş, özü bazara getmiş. Yəni karxana açılmamış qapı ağzına qoymuşdu, çünki özü bazara nə qədər tez getsə o qədər çox iş tapa bilərdi. Bu səhər böyük ambarlardan birinə yük daşınacaqdı. Qoca bu fürsəti əldən qaçırmayıb. Demək, qocanın tezdən bazara getməsi səbəbi odur ki, ambarların birinə yük daşınacaq və bu da yük daşıyacaq. Hamı tez işə başlamaq istərdi. Nə cür olursa olsun, bu gün heç olmasa bir şələ odun pulunu qazanmalı idi. Səhər tezdən yük daşımağa başladı. Qoca Firuz bu gün hamını heyrətə salan və yaşına yaraşmayan bir zirəklik ilə çalışırdı. Günorta yaxın o 50 tay daşımışdı. Budur yenə də növbəti taylardan birini çiynini alıb ambarın yarı qaranlıq dik pillələri aşağı enməyə başladı. 2-3 pillə düşmüşdü ki, birdən onun gözləri qaranlıq gətirdi, sanki ayağı altına kərpizlər yerindən oynadı. O əlini harayasa atmaq istədi, lakin bu zaman elə gəldi ki, kimisə yuxarıdan daha ağır bir yük tayını onun üzərinə aşırdı. Ocaq döşündəki kəndiri boşaldıb yükü yaratmaq istədi, lakin macal tapmadı. Dizləri titrədi, ayaqları büküldü və daş kimi ambarın boşluğuna yuvarlandı. Demək, gözü qaranlıq çalır və ambarın boşluğuna yıxılır. Dik pillələr onu saxlamayaraq bir-birinin dalınca aşağı doğru itələdi. Nəhayət o ambarın kərpic döşəməsi üzərinə sərildi, qışqırmağa, haraya çağırmada macal tapmadı. Aşağıda ambarda işləyən hambaların ikisi ona tərəf yürüdü. Yükü qaldırıb qocanı çıxartdılar, lakin işdən keçmişdi artıq, demək, qoca Firuz ölmüşdü. Axşam karxanadan çıxarkən qar yağırdı. Onlar çox ayaqyalın idi. Yeri ağartmaqda olan qar üstünə təzə izlər buraxaraq, təzə evlərinə gedirdilər. Bazı Sürəyanın yoldaşları yenə qollar üstündən küçəyə çıxartdılar. Lakin bu dəfə darvazı qarşısında qoca Firuz onları qarşılamadı. Sürə heyrətlə küçənin başına baxdı. Birinci dəfə idi ki, karxanadan çıxarkən, demək ilk dəfə idi karxanadan çıxarkən yoldaşlar, babası onu gözləmirdi. Sürəyanın yoldaşları çox ətrafa boylandılar. Firuz baba niyə yoxdur? Onlar bir-birinizə baxdılar. Gələr, biraz gözləyək. Bunu demək, biz burada Sürəyanın dilindən deyilən nitqədə rast gəlik. Eyni zamanda bir qədər əvvəl də onun dilən nitq var idi ki, baba, bugün işləmirsən? O da ki, yox bala, bugün işləməmişəm, yəni yorğun deyiləm. Bax, orada da eyni zamanda burada da biz Sürəyanın dilinə deyilən nitqə rast gəlik. Gözlərdə Sürəya isə getdikcə artmaqda olan bir nigarançılıqla qaranlıqlaşan küçəyə və quşbaşı yaxan qara baxırdı. Yoldaşdan biri dedi. Sürəya, bəlkə köməkləşib sənin birtər evə aparaq. Firuz baba görəsən nə işlə çıxdı gəlmədi. Sürəya qəti hərəkətlə başını buladı. Yox, babam harda olsa bu saat gələcəkdir. Siz gedin, sonra qorxarsın. Yoldaşları qaranlıq düşündüyünü görərək doğrudan da qorxurdular. Biraz gözlədikdən sonra onlar da getdilər. Sürəya qarlı qış axşamında küçədə tək başına gözləməyə başladı. Qar getdikcə şiddət yağırdı. İndi soyuq qızın bədəninə işlər və titrəyirdi. Hələlik özünü saxlardı. Lakin gecə keçdiyindən görərkən babasının qarşı bir küskünlük duyaraq kövrəldi və səssiz ağlama başladı. Bax, bir küskünlük var ki, babam niyə görə gəlmədi? Nə qədər vaxt keçdi, amma Firuz baba yenə də gəlmədi. İndi Sürəya çağırmağa başlamışdı. O əvvəlcə babasını çağırdı. Səs verən olmadı. Sonra o sadəcə bir nəfəri, bir insan kimi çağırdı. Onun səsini eşidən olmadı. Artıq dodaqları söz tutmurdu. Nəhayət bu qarlı gecədə küçədə tək qalacağı anladı. Bağlı karxana darvazasına tərəf sürünmə başladı. Bəlkə orada darvazanın tağı altında qar tutmaz bir bucaq tapma mümkün olaydı. Səhər günəşin ilk şüaları qar üzərindən parıldaşanda, bacı Sürəya hələ yarıhuşsuz bir halda darvaza ilə divar arasında bucağa qısılıb yatmışdı. İndi onun çit çadırası başında sürüşüb çiyinlərinə düşmüşdü. Günəş şüaları soğuğun üzündə əks etmişdi. Bəlkə üzərinə düşən günəş şüalarının əhsiri altında idisə, bu saat o qəribə gözəl bir yuxu görürdü. Yuxusunda geniş üfüqdə böyük və qızıl bir günəş doğurdu. İndi onun özünün, demək biz burada görürük ki, Sürəyyanın qapı ağzına yatarkən yuxu gördüyünə şahid oluruq. Və eyni zamanda bizdə bu qanlı bənəfşə əsərində məhz
Orada da yuxu ilə demək zərfin yuxu görməsi ilə başlayır. Eyni zamanda burada da yuxu görmüşdü. İndi onun özünün yaşadığı rütubətli, qaranlıq zirzəmi də bu günəş işığı ilə dolmuş, döşəmə divarlar onun toxuduğu qızıl gönçəli xallarla döşəmiş bəzənib. Demək, bu yuxuda görür. Bax, bu yoldaşı yuxuda görür ki, demək, otaq işıqlarla dolub, demək, döşəmə də onun bəzədiyi, o işlədiyi, demək, gönçələrlə, qızıl gönçə xallarla, demək, bəzənmişdi. Yuxuda görür. Günəşin şüalara vurduqca onun toxuduğu xalçalar üzərində gönçə bir-bir açır, onların hər biri bir qızılca dönürdü. Bunu görən Süreyya sonsuz bir sevinclə ot kimi yanan gönçələrin üzərini yürür, onlara qoparma ürəyi gəlmir, bir-birini oxşamaq istəyirdi. Lakin birdən kimsə qolundan tutub bu aləmdən kənara çəkmə başladı. Onun yuxusu dağıldı. O gözlərini açdı, onun qolunu tutub qaldıran karxananın qoca nəqqaşı idi. Səhər isə işə gələn uşaqlar isə darvazada ağzında onun başına toplaşmışdılar. Qoca nəqqaş onun qucağını alıb içəri apardı, öz otağında taxt üstünə uzatdı. Qızın gözləri yumuldu. Yarım saat sonra o yarıhüsüz bir halda sayıqlama başladı. Baxın, sayıqlar. Harda qalmısan baba? Bu artıq sayıqlı. Bir bax ki, necə gün çıxıbdır. Bunlar hamısı mənim toxuduğum xalçalardır. Gönçələr də mənimdir. İndi gün vurduqca hamısı bir basın başlayacaqdır. Bəs sən haradaydın baba? Qoca cəld uşaqların birinin həkim dalınca göndərdi. Bir saat sonra küçədə fayton atlarının ayaq səsi eşidildi. Qoca nəqqaş qapı ağzında həkimi qarşıladı. Bərabər içəri girdi. Süreyyanın yatağına yaxınlaşdı. Həkim qızın üzərinə ayıldı. Bir dəqiqə sonra isə başını qaldıraraq qoca nəqqaş tərəf yönəldi. Gecikmişsiniz dedi. Uşaq kesilmişdi. Demək, uşaq oldu. Qoca nəqqaş diksinib bir addım geri çəkildi. Gözləri yaşlı doldu. Dönüb pəncərəyə qarşısına getdi. Kiçik otağının şüşələri qırıq pəncərəsi arxasından bütün karxana onun gözləri qarşısına açıldı. Arada uşaqlar səssiz, səmirsiz dəzgahların qarşısında oturmuşlar. Bu gün onlar heç birisi səs çıxmır, heç kəsin nəğmə oxumurdu. Onlar hamısı başları aşağı dikib işləyirdi. Qoca nəqqaş qəmli-qəmli onlara baxdı. Biraz əvvəl Süreyyanın sayıqladığı sözlər xatırladı və indi birdən bu uşaqlar hamısı onu günəş gözləyən solğun gönçələr kimi görünürdü. O köksünü ötürdü və dedi. Demək, yox, bu cür davam edə bilməz. O gün gələcəkdir. Günəş doğacaq, qönçəsi. Demək, bu burada yox, o gün gələcək. Ötürdü və dedi. Bu təbii ki, qoca nəqqaşın dilindən, baxın, qoca nəqqaşın dilindən deyilən demək ifadələrdir. Bax, buna diqqətli olmalıyıq. Gəl yoldaş əsərin təhlilinə. Demək, əsər qoca nəqqaşın dilindən çıxan ifadələrini tamamlar. Əsər epik növdə yoldaşlar. Hekayə yanlarında nəsrlə yazılıb və həyata ekstrem üslubunu təhkik edir. Müəllif hekayədə dərin ümumiləşmə apararaq Firuz babanın və onun nəvəsi Süreyyanın timsalında cəmiyyətdə qeyri-bərabərliyi, haqsızlığı insanların həyatına gətirdiyi çətinlikləri yığcam bədii lövhələrlə əks göstərmişdir. Firuz baba hambalıq edir, ailəsində ancaq yeganə nəvəsi Süreyya qalmışdı. Firuz baba Süreyya zülmün imtahanı çəkdiyi, ağır zəhmət hesabı bir qarın çörək güclə qazanan binəsiblərdən biridir. Cəmiyyətdəki sosial ədalətsizlik və binəsiblər əzir, onlar insan ömrü yaşamırlar. Həyatları məşəqqətli içərisində keçir. Süreyya ayaq açıb yerimə başlamamış rütubətli qaranlıq bir zirzəmidə şikəst olmuş, ayaqlar hərəkətdən düşmüşdü. Firuz kişinin oğlu qazan otağına uzaqlara getmiş, geri qayıtmamışdı. Gəlini isə qızcığa sərəf südəmər vaxtı olan dünyasını dəyişmişdi. Firuz kişi yaşı ötsə də ağır zəhmətlə qatlaşmağı məşhumdur. Lakin nə qədər çox çalışsa da sabaha heç bir ümid yoxdur. Çünki qazancı balaca ailənin ən adi ehtiyacını ödəməyə belə çatmır. Həyat o qədər ağır yaşayış, o qədər çətindir ki, Firuz kişi şikəst nəvəsi də xalça karxanasında işləməyə göndərir. Demək, biz burada həm Firuz babanın, həm də nəvəsinin işlədiyini şahid oluruq. Fəqət bu balaca ailə yenə qarın dolusu yeməyə çörək, nəm zirzəminin isitmə odun tapa bilmir. Balaca Süreyya xalça karxanasında işlər, işin haqqını verirdi, onu toxuduğu gönçə bütün karxanada məşhur idi. Hekayənin sözü xəttə dramatik tərzdə inkişaf edir. Gecələr soyuq, mən nəm zirzəmi titrəyən nəvəsinə gözlərinə baxanı xəcat çəkən Firuz kişi bir gün daha çox işləyib, bir qədər o artıq pul qazanma ümidi ilə evdən tez çıxır. Lakin onun heydən düşmüş bədəni yaşına uyğun gəlmən ağır yükə tab gətirmir. Firuz kişi ambarda yıxılır və həyata əlvida edir. Beləliklə iki ayaqdan, şikəst Süreyya həyatda yeganə dayaqdan məhrum olur, yəni babasından da məhrum olur. Çətin həyatda ona əl tutacaq, dayaq tutacaq bir kimsə yoxdur. O müthiş gecə təbiət də sanki bu balaca qızcığaza qarşı aman solmuşdu. Hava bərk soyuq idi, quşbaş qar yağırdı. Bizim zamanda qar yağması zaman biz demək bir gəncin manifestində bahar hissəsində biz görürük. Orada məhz bahar qarda qalıb ölmüşdü. Süreyya karxananın qarşısında babasını gözləyir. Uşaqlar onun babası gəlmək üçün ev aparmağa təklif etsələr də
Suraya razılaşmır. Suraya əvvəl babasının, sonra o sadəcə bir nəfəri, bir insan köməyə çağırdı. Onun səsini eşidən olmadı. Karxananın qapısının ağzında yarğusu sürən qoca nəqqaş tapır. Həkim çağırsalar da qızcığazın həyatını xilas etmək mümkün olmur, ölür. Bu havada gecə səhərədək babasını gözləyə-gözləyə xalçı karxanasının qarşısında qalan Suraya donaraq ölür. Demək, donaraq ölür. Nəysə, nə idi Firuz kişinin günahı? Nə üçün bacı Surayanın həyatı hələ o qoyunca ikən soldu? İnsanların belə ağır həyatı nə vaxta qədər davam edəcəkdir? Yazıcı əsərin sonunda bu kimi suallar nikbin cavab verir. Bu cəhətdən qoca nəqqaşın dediyi sözlər rəmzi məna daşıyır. Qoca nəqqaş deyir, yox, bu cür davam edə bilməz. O, qəfil gələcəkdir. Günəş doğacaq, qönçələr asılacaqdır. Və dəyərli yoldaşlar, biz demək, qızıl qönçə sənətə növbəti inşallah bir mövzunun izahında da görüşəcək. Minnətdarım.